Hamımızın azı 50 dəfə izlədiyi Şərikli Çörək filmini dünən mən 51-ci dəfə diqqətlə izlədim. Əgər filmin əsas ideyası müharibə şəraitində həyatın çətinliyini uşaqların gözü ilə göstərməkdirsə, bunu yaxşı alınıb hesab etmək olar. Amma açığı sujet özü məndə böyük təəssüratlar yaratmadı. Dünya kinosunda bu mövzuda kifayət qədər parlaq nümunələr var. Hətta Azərbaycan kinosunun özündə belə mənə görə daha güclü sujetli filmlər tapmaq mümkündür. Amma filmin kadrları, bax onları çox bəyəndim. Bakı mənzərələri, içəri şəhər, dar küçələr, insanların acınacaqlı vəziyyəti, müharibənin şəhərin gündəlik həyatına hopması. Bunlar o qədər dəqiq qurulub ki, film haqqında ayrıca uzun-uzadı izahata ehtiyac qalmır. Kadrlara baxırsan və həmin atmosferin içinə düşürsən. Amma mənim üçün filmdə daha maraqlı olan iki başqa kadr oldu. İkisi də İsmail Baba ilə bağlıdır. Bilmirəm, bunu rejissor və ya senarist bilərəkdən belə qurub, yoxsa dəli şeytan bunu mənə dedirdir. Diqqət edirsinizsə, İsmail Baba filmdə müdrik, nurani, həyat təcrübəsi olan bir adam kimi görünür. Uşağa söz deyir, məsləhət verir, yol göstərir. Amma qəribə bir şey var. Uşaq azdır və bu adamdan çörək ala bilmir. Birinci dəfə Vaqif ac qarnına İsmail Baba ilə bazarlıq edir. Kişi ondan yemək yeyib yemədiyini soruşur. Uşaq da deyir ki, yox, yeməyib azdır. Baba isə deyir ki, axşam gəl, bizdə yeyərsən. Yəni uşaq acdır, amma ona indi çörək verilmir. Ona axşama sonra nəsə vəd edilir. İkinci dəfə isə süfrə asılır, yemək var, uşaq da oradadır. Amma Vaqifin əhvalı yerində deyil və o asılan süfrədən bir tikə də yemir. Nəticədə uşaq bu adamdan nə alır? Öyüd, məsləhət, müdrik sözlər, amma çörək yox. Dəli şeytan da mənə belə dedi. Bax, bizdə Azərbaycanda belədir. Hamı müdriklük obrazındadır. Hamı yaxşı məsləhətlər verir. Amma iş çörəyə çatanda deyirlər, mən idmana tələsirəm. Bəlkə də bu mənim filmə yüklədiyim tamamilə subyektiv bir mənadır. Amma mənə maraqlı gəldi. Çünki filmin adının özü Şərikli Çörəkdir. Yəni söhbət təkcə çörəkdən getmir. Söhbət bölüşməkdən, çörəyi paylaşmaqdan gedir. İndi isə filmdə mənə bundan da maraqlı gələn ikinci bir detala keçək. Bu dəfə söhbət çörəkdən yox, məsciddən gedir. Filmdə Vaqif İsmail Babanın arxasınca məscidə gəlir. Və burada maraqlı bir mənzərə var. Məsciddə sünnilərlə şiyələr birlikdə İndi bunu xüsusilə ona görə deyirəm ki, son illərdə Azərbaycanda Heydər məscidinin təbliğatında sünni şiə vəhdəti ayrıca bir ideya kimi təbliğ olunur. Yadınızdadırsa, Heydər məscidinin təbliğatı zamanı belə bir tezis dövrüyə buraxılmışdı. Güya sünnilərlə şiyələrin birlikdə namaz qılması Azərbaycanda dünyaya nümunə ola biləcək yeni bir modeldir. Mən isə bu filmi izləyəndə düşündüm, bir dəqiqə, bu nə qədər yeni ideyadır. 1969-cu ildə çəkilmiş filmdə artıq Bakının məscidində sünnilərlə şiyələrin birlikdə cümə namazı qıldığını görürük. Hətta səhnədə maraqlı bir detal da var. İmamın duasında şiə ənənəsinə xas elementlərlə yanaşı sünni ənənəsindəki salavat formasını da görmək mümkündür. Yəni İmam Cümə şiə ritorikası ilə dua edir, axırda isə sünnilər kimi salavat çəkir. İndi əlbəttə burada bir şeyə ayırmaq lazımdır. Mən iddia etmirəm ki, Şamil Mahmudbəyev bu səhnəni çəkəndə gələcəkdə Heydər məscidinin təbliğatını ifşa edim deyə düşünüb. Əlbəttə ki, yox. Sadəcə bugündən geriyə baxanda çox maraqlı bir paralel yaranır. Bugün sünni-şiə vəhdəti bizə bəzən yeni, xüsusi bir siyasi dini layihə kimi təqdim olunur. Amma 1969-cu ilin filmində biz bunu artıq Bakının dini həyatının bir görüntüsü kimi izləyirik. Elə həmin kadrlarda biz daha bir maraqlı paradoksu izləyirik. Bugün özünü müstəqil və milli dini dəyərlərə bağlı dövlət kimi təqdim edən Azərbaycanda dini simvolların hansının harada görünməsi çox həssas məsələdir. Məsələn, qara bayraq. Bugün bəzi dini məkanlarda qara bayraq siyasi və təhlükəli simvol kimi qəbul olunur, mübahisələrə səbəb olur. Artıq neçə illərdir qara bayraqların Azərbaycan məscidlərindən yığışdırıldığı barəsində xəbərlər var. Amma ateist Sovet Azərbaycanının paytaxtında 69-cu ildə çəkilmiş bu filmin
məscid səhnəsində qara bayraqları görə bilirik. Məncə bu kadrların özü kifayət qədər maraqlıdır. Çünki bəzən köhnə filmlər bizə yeni təbliğat mətnlərindən daha çox sual verir. Şərikli çörəyə baxanda mənim üçün əsas məsələ də elə bu oldu. Bir tərəfdə müdrik sözlər var, amma uşaq yenə az qalır. Digər tərəfdə vəhdət haqqında bu gün çox danışılır, amma filmdə həmin vəhdətin görüntüsünü 1969-cu ildə artıq izləyirik. Yəni müdriklik də yeni deyil, vəhdət də. Əsas məsələ isə onların sözdən çıxıb həyata keçməsidir.